Deməli, dostlar, bir zarafatımız olacaq. Bəli, zarafatımız var, mövzu veriblər bizə, onunla bağlı zarafat edəcəyik, etməyə çalışacaq daha doğrusu. Siz də zarafatlarla bağlı mövzularınızı bizə yaza bilərsiniz WhatsApp-a, WhatsApp nömrəmiz? WhatsApp nömrəmiz 055-201-1005. Bilir də bu. İndi zəngiliyə görə zarafat eləmək istədiyimiz şəxs telefonu götürəcəkmi və birinci xəttədir. Alo. Bəli. Sabahınız xeyir oğlum. Sabahınız xeyir. Bu anardı oğlum adın? Bəli. Sizin uşaqlar verdi bu nömrəni. Biz burada yaşayırıq Nərmanovda, bu rayonda. Siz eləmişsiniz bizim evin işığın belə? Necə? Harda? Bilmirəm, işıqlar atdım, belə söndü. Siz nə iş görürsünüz ki orada? Sizin icazəniz var orada nəsə etməyə? Harda? Şərq bazarı tərəfdə orada qalırıq mən. Biz indi orada işləmir yapı. Bilmirəm, dedi sizin, gəldim orada adama, dedi ki onlar işləyir. Sizin nömrəni verdi. Yox, biz çoxdan çıxmışıq orada. Biz orada... Bibi deyəndə, siz gəlmişsiniz, etmişsiniz, bu işıq keçinib, sönüb. Biz 15-20 gün bundan qabaq işləmişik orada. Hə də bizdə 15 gündür mən sizin nömrəni axtarıram. Tapa bilmirdim. Harda? Şərq bazarının hansı tərəf? Biz iki düşəndə orada sağa fırına girirsin bizim həyətə. İşıqlar belə şey oldu. Bir də ki, siz orada qazıntı aparmışsınız. Mən danışa bilmirəm. Ya qız kimi ver, papa danışırsan bir dənə başa salın, heyecanları mıydı başa salın? Heyecanlansız. Alo. Bəli. Oğlum salam. Salam. Tofiq dayın da danışan. Buyurun. Bu qızın elə bir ki, Özbəkistanda yaşayıb, mənim biraz dilləri şeydir, rahat deyəmir sözün. Oğlum bu işığı çəkirsiniz, bizim öyün işığı miqat eləyir. Xaradelnikə zadı çıxartmışıq, doğuqdan ayırmışıq. Elə televizorda işləmədi. Bunu niyə eləyirsiniz ki, belə icazəsiz? Neyim? Gəlib bir xəbər versəydiniz ki, burada iş gedir də biz də çıxardardıq. Sən məni yaxşı eşidirsən. Gəl bizim bu evin işığını düzəldin, sən Allah bunu çəkəndə bir xəbər eləyin də. Eşidirəm. Bu qızın şey vardı da porsuğu. Nəyi var idi? Porsuq. Biz həyəti betonlaşdırmışıq ki. Zoparkın yanında yaşayırsınız da. Yox, oğlum, mənim həyətimdə toz quşu da var. Mən heyvan sevər adamam. Bu qızım porsuq gətiribdi şeydən, Özbəkistandan, sənətli sünətli. O qazmısınız, neynəmsiz? Porsuq da yoxdur öydə. Yox, porsuq qaçıb oradan. Həyətdə tapa bilməyirik. Ver mənə, ata, mənə. Siz məni nervini etmişsiniz. Mən indi şikayət... Oğlum, işığı düzəldin, Mən indi şikayət etmişəm. Amma gəlin işığı düzəldin. O adam da dedi ki, deyin özlərinə düzəltsinlər, sonra biz gələk işə baxaq. Başdır. Əsas odur porsuqdur. Porsuğu tapmaq lazımdır. Yox, işıq bizə vacibdir, İşığı niyə bu günə qoyursunuz? Qabaqcadan da xəbər etmirsiniz, oğlum. Xəbər eləmişdik də sizə. Kimə xəbər eləmişsiniz? Ya kimə? Sizə xəbər eləmişdik. Mənə harada xəbər elədik? Siz məni görmüsünüz orada. Gəlin mən qapımı üstü uçat döymüsünüz ümumiyyətlə. Sizin əlinizin gah yuxarıdakı su tökür. Ya bu nə deyə? Mən bura gəldim peşman oldum ya. Niçin belə xəbərsiz eləyirsiniz ya bu işi? Görürsünüz oğlum bax, indi mən işıqsız qalmışam. Gəlin bunu düzəldin də. Başdır. Mən şikayət eləyəcəm sizdən radioya. Yox, şikayət eləmə. Yuxuludur bu, danışa bilmir ya nədir? Mən şikayət eləyəcəm sizdə. Yox, şikayət eləmə. Yuxulu deyiləm. Qoy bacı danış onunla da, dinən də ona. Dinən ki, nə məsələdir? Anar bəy. Bəli. Sabahınız xeyir. Sabahınız xeyir. Necəsiz, keyfiniz, əhvalınız? Anar bilin, Sağ olun. Anar, radiodan zəng eləmişik. Başa düşdüm, axırda başa düşdüm. Axırda başa düşdünüz. Və sifarişi verən, bilmirəm, o sizin desə kürəkənini sayılır, sizdə onun bacanağı, elə olur.
Adın Yox. nədir? Yox, mən onu Ha yox, yox, hə, bacanaq da. Elə bir ki, Bacanaq, bacan sən qarışdırdın kanalları.